Məhəmmədli Ayşə Qabil qızı 34 nömrəli tam orta məktəbin 11 A sinif şagirdiyəm. Dövlət İmtahan Mərkəzindən keçirdiyi buraxılış imtahanlarında maksimum nəticə 300 bal toplamışam. Ən böyük hədəflərimdən biri idi. Çünki məqsədimə çatmaq üçün böyük bir zəhmət çəkmişdim və inanırdım ki, bunu bacaracağam və bacardım da. Özümdən sonraki şagirdlərə və abituriyentlərə tövsiyəm odur ki, disiplinli, düzgün çalışsınlar və inansınlar. Hər şeyin başında inanmaq durur, inananda insan bacarır. Başda valideynlərim olmaqla məktəb müəllimlərimə, direktorumuza öz təşəkkürümü bildirirəm. 4-cü qrup üzrə hazırlaşıram və tibb ixtisasını seçməyə hazırlaşıram inşallah və kardiologiya ixtisasına yiyələnmək istəyirəm gələcəkdə. Dərslərimə asılı olaraq 7-8 saat və düzgün istirahət edirdim. Hər şeyə vaxt ayırmağa çalışırdım. Cavabların çıxdığını öyrəndikdə bu müəllimim dedi və həyəcanla baxmağa çalışdıq birinci. Sonra müəllim mənə 300 yığdığımı dedi və hamımız sevindik. Sözlərlə ifadə etmək çətindir. Həmin an yaşadığım hisslər dəyərli idi, əvəz olunmaz bir hisslər idi. Mən Əli Paşayev Namiq oğlu, Sumqayıt şəhər Mikail Müşfiq adına 34 nömrəli tam orta məktəbin 11 A sinif şagirdi. Dövlət İmtahan Mərkəzinin 11-ci siniflər üçün keçirdiyi buraxılış imtahanlarından 298,4 bal toplamışam. İmtahana gedəndə açığı çox da həyəcanım yox idi. Çünki ondan əvvəlinə qədər sınaq imtahanlarında iştirak eləmişdim. Ona görə təcrübəm var idi deyə çox da həyəcanlı deyildim. Öz yaşıdlarıma tövsiyəm və yaxud da məndən kiçik olan soydaşlarıma tövsiyəm məktəbə diqqət yetirməkləri. Məktəb həm təhsil üçün, həm tərbiyə üçün əvəz olunmaz bir yerdir. Bundan əlavə imtahana hazırlaşan dövrdə onlar məncə maraq dairələrinə də bir qədər vaxt ayırmalıdırlar. Yəni, ancaq dərs oxuyaraq heç kim uğurlu olacağını inanmıram. Bəlkə də ola bilər, amma bu çox az adam ola bilər ki, ancaq dərs oxuyaraq günün əksəriyyətini dərs oxumağa sərf edib belə uğurlu olsun. Nəticəni görəndə ilk reaksiyam böyük bir həyəcan hissi ilə cavablar çıxdı deyərək valideynlərimi xəbərdar elədim. Onlar da nəticəni görəndən sonra məni təbrik elədilər. Açığı mənim üçün gözlənilməz oldu. Çünki nəticənin həmin gün çıxacağını gözləmirdim, daha sonra çıxacağını gözləyirdim. Mən Xədicə Şükürlü, Sumqayıt şəhəri Mikail Müşfiq adına 34 saylı tam orta məktəb şagirdiyəm və 11 A sinifində təhsil alıram. İlk öncə bunu qeyd etmək istəyirəm ki, 246 bal toplamışam. Düzdür, bilirəm ki, bu mükəmməl bir bal deyil, hətta ortalamadan aşağıdır. Amma bunu da qeyd etmək lazımdır ki, mən heç bir repetitor yanına getmədən sadəcə məktəbdə hazırlaşaraq bu uğura nail olmuşam. Bu mənim üçün çox böyük uğurdur, çünki bu prosesdə, yəni bu imtahana hazırlaşma prosesində mən təkcə Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanına yox, həmçinin xaricdə təhsil üçün lazım olan SAT, IELTS və mənim üçün xüsusilə lazım olan Çin dili imtahanına da hazırlaşmışam, hansı ki, həqiqətən çox çətin bir prosesdir. Mən hətta deyərdim ki, onların imtahanları düzdür müqayisə edilə bilməz, çünki mövzular fərqlidir, amma bunu da qeyd etmək lazımdır ki, onların imtahanı qat-qat çətindir və heç bir repetitor yanına getmədən 246 bal toplamışam. Mən Təranə Mənafova 11 A sinifinin sinif rəhbəriyəm. Mən bu sinifə 5-ci sinifdən coğrafiya dərsini tədris eləyirəm və 2 ildir də bu sinifin sinif rəhbəriyəm. Bu sinifin uğuru mənim ən böyük uğurumdur. Çünki bu sinif bütün məktəb üzrə, nəinki Sumqayıt üzrə ən böyük nəticəni verib. Çünki 300 bal və 298, 291, 292 bal toplayan şagirdlərimiz yetərincə var. Mən Məhəmmədli Ayşənin valideyni olaraq bugün çox qürur hissi keçirdirəm. Maksimal nəticəni yığan qızımdan çox fəxr edirəm. Öncədən ibtidai sinifdən gətirmiş Səadət müəlliməyə təşəkkürümü bildirirəm. Sonra da Təranə müəllimənin, bütün müəllimlərin əziyyəti çox sağ olsunlar, əziyyət çəkiblər hamısına. Bütün valideynlər kimi mən də çox sevinirəm. Bu sevinci bütün valideynlərə arzu edirəm ki, belə bir qürurla sevinsinlər hamısı. Bütün uşaqları Allah arzularına çatdırsın inşallah.